əyləşənlər qiymət versin deyilən sözün hər kəlməsinə. Validdən də söhbət açaq, dəstanları qalaq-qalaq, Şuşadan da verək soraq, səs verək elin səsinə. Dağılıbdır bağım, binəm, çəkilibdir, çətindir vətənə dönəm, Xosurov'u siz bilin kiməm, dağlar çəkilib sinəsinə. Oldu. Zatlarla birlikte size de can sağlığı arz ediyorum. Dersleri diyen de sağ olsun, eşidenler de sağ olsun. Ben her kime can dediğim, canı canla görmedim. Hudadan olan keremi ben insanla görmedim. Ey atasına kem bakanı bir mekanda görmedim. Neden saldım sola sağa dolandım her yanı. Bir yere atasına kem bakanı neler sağ sola sağa dolanın her yanına. Kim kalacak dünyadan da könlün alçak sakla havalanmaz ya da aman aman aman. Ey cehennemin malihleri günce düz yol sar ya da bağışlanan günahları zeleyle tabanime zeleyle tabanime. Geliye tabanım et, geliye tabanım edin.
Bəli, divanıdan sonra deyərlər ki, təzini soxuyarlar, bizdə qaydadır. Keçəmin rəhmətli Valeh babanın dəstanlarına. Belə hərmətlə və işarədən qanarım, Kəmalı ehli və yaradan mən. Mən aşıq yaradan, can verən yaradan, kökmənə haqqanıyım, sən deyilsən yaradan. Elə yatmı hüdreyim, elə göydən baxır, gözülsün yaradan mən, yaradan mən. Valeh babanın 5 destanı var. Ustadı Səmədin də bir destanı var. Bu dediyim təziniz o yerdəndəki oğlu Talih bağları Təbriz şəhəri Sərxan xanın sarayında Şair Fərəcin tutağı olan məqamda Valih dostu Xambabə ilə Allah Taala əzəldən məcal verir, qarı yerdən tutarır. Gedir orada Sərxan xanın oğlunun toy məclisində Şair Fərəclə ki, demək değişmə məqamı olanda Şair Fərəc Cəmşid də deyir ki, mənim buna gücüm çatmayacaq, gəl bunu arxadan xəncərlə vur. Amma Xambaba da Cəmşid bəyin yanında oturmuşdu, söhbəti eşitmişdi. Vali Arif adam idi, bildi ki, bunu arxadan vurmaq istəyir. O götürdü ki, hər mətləbi işarədən qanaram, Kamala yetirib yaradan məni, mən aşıq yaradan, can verəni yaradan, kökmən haqqan, sən deyilsən yaradan, yatmayıbdı göydən baxır, bu özürdüsün yaradan məni. Aman qasid ey belə yerdə halım yaradı, xəbər alsan ey halımı yaradı. Mən aşıq ey yaradı, yarı dərdini yaradı, özgələrə yalvarmayın, iltifatımı yaradı. Belə kök atacaq eyib sürəmdə yaradı, təbibimin kası yaradan mən. Belə kök atacaq eyib sürəmdə yaradan, təbibimin kası yaradan mən. Nişan alsın vurmasın, mən aşıq əvəyi vurmasın, vur desələr vurmasın, yaralanmış yerə kimsə yara vurmasın. Namət düşman eylələ məldandan vurmasın, qəşərdən ölürsün məldana mən. Əbələ namət düşman Gençlerden ölürsün merdana Hadi gençler
Merdana men, aman ölürüm, aman ölürüm. Amelem Allah'ı hem kaney bele hem mekanlay, Kavşlatın ey Şah-ı Merdana men, aman ölürüm, aman ölürüm. Yani Valih Babanın bir destanı var, Mahir ve Həsrət destanı. Deməli, bu Şah xanlığı ilə Kela xanının arasında olan məsələdir. Kela xanının oğlu Mərvan yay vaxtı Şuya gəzməyə gedən vaxtı pəhlivan kimi oğlan idi. Mehdiqulu xan eşitdi ki, Fazıl xanın oğlu qonaq gəlir, evinə dəvət elədi, sarayda yeyib, içdi, biraz istirahət elədi. Ama Mehdiqulu xanın Bulqeyz adında bir kızı var. Mərvan bir könlündən bir könlə vuruldu. Dedi, Şuşa olar, belə qız olar, bundan əl çəkmək olar. Bəli, qaydanda atasına dedi ki, 40 dibrəkli diyor, gərək Mehdiqulu xanın qızı Bulqeyzi mənqalasın. Elçi göndərdilər. Mehdiqulu xan elçiləri qaytardı. Elçilər qaylandan sonra belə qərara gəldilər ki, zorla gedib qızı götürüb qaçalım. Ama Fazıl xanın Həsrət adlı bir kızı vardı. Ne olar kız olanda çok dərrəşalı kız idi. Hem de şiir yazma qabiliyyəti vardı. Qapının arasından belə kulağımdığın şiirdir ki, görüm atam gelinə məsələ görür. Gördü ki, atası gel yığma yığırlar ki, bəs söz söhbət gedək Şuşadan kızı götürək qaçaq. Birden qapını açdı, girdi. Dedi, Atay Mehriban, bir kızdan bir oğuldan ötəri iki xanlığı bir-birə qırdırmayın. Niye eləyirsən? Dedi, kızım, niye eləyim? Dedi, niye eləyəcəksən? Bir-iki küfrbət şeir gönder. Hem o küfrbətlərə oğulların aşıları cavab verməsələr, Bulqeyzi versinler. Yok. Cavab verseler de, dayında ondan sonra özünüz bilərsiniz. Derler ki, Bulqeyzin sözüne eşittiler, baktılar, gördüler ki, doğrudan da çok ağır fikirdi. Bu dəfə Bulqeyz bir qatar şeir gönderdi. Qatara hemen bende Mehdiqulu xan her tarafa aktardı, mağarada bir aşık tapdı, benim kim genç. Dedi, oğul buna cevap verebilirsen mi dedi ona şey. Ama xan bir balaca toxuntulu var xanlara. Dedi, ev yoktu ağaç. Kurbandaşlı gönderdi. İkinci mektubu yazdı Həsrət xan. Görənin ikinci mektupta nətər yazır. Bir tane el havası edir. Senden kabarım ey mahlum olan, söyle yaşlı ninem ne çakan var bu yamanım. O halsız devri süreyi böyle gelir dünyanın, ay ne de şeker var ey böyle ne de kendi var böyle mengeden Aşık de gör, benim kulağım biraz ağır eşidir, Mahmud Efendi dedi. Mahmud Efendi'nin aşkların başçısıydı orada. Fazıl Xan'ın en yakın adamıydı. Senden haber alım, ay mahir olan
Söylə aşıqlı neçə fəndi var. O hansı dərvişdir, gəzir dünyanın, nədə şəkəri var, nədə qəndi var. O hansı səhradır, yaşıl sürfəli, Loğman qədəmlidir, günəş sirvəli, nəyi mənalıdır, nəyi görməli, neçə şəhəri var, neçə kəndi var. Hansı pəhlivandır, qorxuşdur adı, hər yana üst usta çalır fəryadı, nə dostu bəllidir, nə də gəlir, qırılmaq bilməyən bir kəməndi var. Həsrətəm aləmdə, həsrətdir adım, anlayan dostumdur, anlamaz yadım, ariflərdir, yaxın qohum evladım, o hansı mahaldır, nədən bəndi var. Kağızı verdi, derler ki, qasidə apararsam kağızı da verirsən, apardı, kağızı verdi. Elə birinci o xılqanda açandan Mehdiqulu xan Mahiri buraxmamış. Deyir ki, Mahirə bir yaxşı belə burada istirahətli, yer verin, qoyun istirahət eləsin. Yeməyi, içməyi, gəzməyi, çay, çörəyi, hər şeyi hazır. Xan sarayında Mahir burada gözləyir, görün bu məsələ hava tutarı çıxacam obaya. Gəlirlər ki, ikinci məktub gəlir. Belə baxan da deyir ki, abalaça biləcəksəm, dedi, xan sağ olsun, o nə mənə şeydir. Alsın görək bir dənə Göyçənin ağır şəhrisinə nə deyir. Aklını 72 fen var aykan, aklını 72 fen var. O derviş kaya gel oy dünyanı. O derviş kaya gel oy dünyanı. Şenle şeker Qadasını aldırım, ay Həsrət xanım, aşlığın 72 fəndi var, o dərviş xəyaldır, gəzir dünəndə şəndə şəkəri var, qəmdə qəndi var. Yazın fəslidir, günəş sirvəli, Loğman qədəmlidir, günəş sirvəli, zövqü mənalıdır, üzü görməli, 15 şəhər var, 90 kəndi var. Əzraildir, qorxuşdur adı, odur ürəklərə saran fəryadı. Nə dostu tanıyır, nə də tiyadı, qarmağa çəngəlli bir kəməndi var. Mahirəm, sənətim, mahirdir sənətim, mahirdir adım, anla, ahıma səs verir, canda fəryadım, kama yetişməkdir mətləh muradım, Qarabağın kelət tayla bəndi var. Bəli, məktubu qasidlər qatardı, gətirdi. Bu dəfə orada bir şərtnamə vardı. Əgər bu bəndləri açan aşıq səndə tapılsa, sən gələcəksən, deməli Mehdiqulunun şanın əyanları hamısı gələcək Kelata, Kelata aşıqlar değişəcək, aşıqlar bağlansa, məsələ aydındır. Əgər şanın aşığı, Kelat xanının aşığını bağlasa, demək Şuşa xanlığı tabi olacaq Kelat xanlığına, eyni zamanda qızı verəcəklər Mərvana. Yox, elə gəl ki, Keladın xanın aşığını, Şanın xanının aşıqları bağlasa, burada məsələ aydındır. Kelad xanı Şuşa xanına tabi olacaq, eyni zamanda Fazıl xanın qızını Mehdiqulu xanın oğluna verəcəkdir. Bəli, vaxt qoydular. Burada deyirlər ki, Dəmirçi Mürsəl var idi, Mahirin atası. Kərvan ki, yola düşür. Şuşadan çıxan məqamda Mürsəl Qulu kişiyə xəbər verirlər ki, öy yıxılan oğlu, oğlum getdi. Hara etdi? Dedi, Keladın mahalında aşıqlarla değişməyə etdi. Onun nə cürəti var ki, aşıqlara cavab verir. Mehdiqulu xan da demişdi ki, əgər bu qızı bağlasan, qızı sana alacaq. Yox, bağlamasan, sən daracından astıracaq.
Müsavqulu kişi yazıq, gəldi ya Şuşanın o dolamasının birində durdu. Fatih gördü budur ana, kərvan gəlir. İndi burada alsın görək, nə deyə tərəfindən, ərz eləyə siz də sağ olun. Mən dönüm Gürüzlü oğlu, əskər elə görüm hara gedirsən, aya bu köşkəmdir başlarına, əskər elə görüm hara gedirsən, Mahir belə baxdı gördü ki, atası yolu qırağından, öz başına şey deyir, dedi ayata qulaq, kənarda tanınma, dayanma Mehriban ata, yaxın gəl deyil, söyleyeyim hara gedirəm, bu köş ölümdən də beterdir, yaxın gəl söyleyeyim hara gedirəm, bu fani dünyada sənsən umudum, umudgahım, səndən başqa yoxdur, bir pənahım, səninlə qutarır, sonum, tutağım, o əşkər elə görüm hara gedirsən, oldu, oğlu göstərdi, gel ata, Allah'a pənah. Səfərin var böyük atası, bəxt uzun zülmətlərdə batası, qara gəl ölən oğul atası, tapılmır dərdimə şəhərə gedirəm. Dəmirçi mürsələm, sinəmdə dağım, pozuldu bostanım, buruldu tağım, qəmə həmdəm oldu bu qoca şahım, əşkər elə görüm hara gedirsən, məni belə qoyva bala, hara gedirsən?
Hadi sabır, sana gelirəm, ayla, ayla, çok amayla, çok amayla, ayla. Şelat mahalından gəlibdir fərman. Bu qəmli xəbəri eşidər hər yan, bir pirə verilər mahiri qurban, kəndiri sabunlu dara gedirəm, metrolun əmr elədi, dəmirçi mülkləri, sallılar şallağın altında. Yazıq kişini döydülər. Gedib səfərimizi bəd gətirdi bu kişi. Mahir belə baxdı, nə olar? Ürəyi durmadı. Dedi, xan, icazə versən bir kəlmə söz deyim, nə olar? Dedi, alsın bir dənə gərəli havasıyla görə nə deyir. Güneş batır, ay gizlenir, gülmez yürürden ağlayır. Bu dert koymaz beni yatan, alan var mı birin satam, göz yaşını yazık atam, yer olur, can ağlıyor. Bəli, burada Müstəqulub qaldı, kərvan öz yoluyla başladı Qarabağa tərəf getməkdə. Müstəqulub fikirləşdi ki, mən niyə eləyəcəm, yeganə oğlum vardı, onu apardı. Onsuz da mənim oğlum aşıqlara cəf verəməyəcək. Gedib özüm bir qadan atım, öldürüm. Yazıq ki, ağlaya-ağlaya gedəndə bir pırana axsaqqal çıxdı qabana, Müstəqul ki, niyə ağlayırsan? Deyir ki, nə olacaq, niyə ağlamayım, bir oğlum vardı, onu apardılar kirat. Mahalının aşıqlarını değiştirmək, bir kimi uşaqlara cavab verəcək onların aşıqlarına. Ona görə gedirəm özüm qayadana. Dedi, sənin dərdin əlacını deyimə yazır. Dedi, nə dərdim əlacı eləyəcəksən, xanı sənin gücün çatandı mı? Dedi, sənin dərdin əlacı Gülahlıda Aşıq Valih var, oradadır. Get Valihin ayağına düş, yalvar, yaxar, geçsin oğlunu qutarsın. O vaxtda da